Salam, hər vaxtınız xeyir. Deməli, başlayaq natural ədədlərin birinci bölmənin suallarının izahına. Deyir, ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir. Yəni, n-in bütün natural qiymətlərində tək ədəddir o deməkdir ki, siz n-in yerinə tək ədəddə verirsiniz, cüt ədəddə verirsiniz, cavab nə olmalıdır? Tək olmalıdır. Baxın, tək. İndi gəlin başlayaq. Eynən məsələn A variantını. Bir dəfə verək 2. 2-nin kvadratı 4 çıxaq 1, 3. Cüt ədəd verdikdə n-in yerinə 2 verdik, yoxladıq. Bir dəfə də n-in yerinə məsələn tək ədəd veririk, 3 qoyaq. 3-ün kvadratı 9 çıxaq 1, 8. 3 qoyanda cavab 8 elədir. Deyir ki, n-in yerinə tək də qoysaz, cüt də qoysaz, cavab tək eləməlidir. Cüt elədi, getdi. Ödəmədi. N-in yerinə gəlin burada bir dəfə məsəl üçün 1 qoyaq, tək ədəd qoyaq. 1-in kvadratı 1 plus 1, 2, cüt elədi. Bizə deyir ki, tək olsun, getdi. N-in yerinə 1 qoyaq, bir dəfə 2, 1-in kvadratı 1, 2, üstünə 3 gələk, 5 elədi, tək elədi. Bir dəfə də 2 qoyaq, 2-in kvadratı 4, 4 dəfə 2, 8, üstünə 3 gəldi, nə elədi? 11. Bu da elədi nə? Tək ədəd. D variantında məsələn 2 qoysaz, 2-nin kvadratı 4 dəfə 2, 8, 2-nin kvadratı 8-in üstünə 2 gəlirsiniz, 10 eləyir. Onsuz da buradan belə də baxanda ki, 2-nin kvadratı cütdür, cütün üstünə tək gələndə cavab nə eləyir? Həmişə tək eləyir. C variantı. Bu formada da baxa bilərsiniz. Birinci sualı getdi. Baxaq ikinci suala. Deyir, ifadəsinin qiyməti tək ədəddir. İfadəsinin qiyməti tək ədəddir deyirsə, 7a çıxaq 3 mötərizə kvadratı. İfadəsinin qiyməti tək ədəddir. Yəni, bunun cavabı deyir tək olsun. A-nı demir, cavabı tək olsun. Mən A-ya qiymət verirəm. Məsələn, bir dəfə verirəm A-ya 1. 1 verəndə 7 dəfə 1, 7, 7 çıxaq 3, 3-ün kvadratı nə elədi? 7 qoy yazım. 7 vuraq 1 çıxaq 3. 16. Cüt elədi. Deməli, A nə deyilmiş? Tək ədəd deyilmiş. İndi A-nın yerinə məsələn cüt ədəd qoyuram. Məsələn 2 qoyuram. 7 vuraq 2 çıxaq 3-ün mötərizə kvadratı. 14 çıxaq 3, 11, 11-in kvadratı 121. Cavab elədi nə? Tək. Deməli, A-nın özü necə də deyilmiş? Cüt ədəd deyilmiş ki, cavab nə olubdu? Tək olubdu. İndi variantlarda A-ların yerinə nə qoyuram? 1-1. Cüt ədəd qoyuram. Baxaq. Məsələn, A variantında 2-nin kvadratı 4 çıxaq 1, 3. Tək eləyir. Bizdən deyir ki, aşağıdakıların hansının qiyməti cüt ödəmədi. B variantında 2 qoyanda 10 üstünə 2 gəlirəm 12. C-də qoyanda 2-nin kvadratı 4, üzərinə gəlsin ki, 6 üzərinə gəlsin 1, 7 ödəmədi. Hə, burada elə B idi də, bizdən cütü istəyirdi. Belə biləm tək istəyir. 5 dəfə 2, 10 üstünə 2 gələndə 12, B variantıdır. Üstün digərlərində alınmır. 2-nin kubu 8 üstə gedək 1, 9 təkdir. 4 dəfə 2, 8 çıxaq 3, 5 təkdir. Burada da təkdir. 4, 6, 7 təkdir. A-da da təkdir. 4 çıxaq 1, 3. Bizdən cütü istəyir. Yəni A-nın yerinə biz cüt ədəd qoyduq variantlarda. Hansının cavabı cüt eləyirsə odur. Bax, indi gəlin üçə baxaq. Üçüncü suala. Bax, 3-də bizə nə deyir? Deyir, ifadəsinin qiyməti cütdür. Yəni, 3x çıxaq 1 kvadratı, bunun cavabı nədir? Cütdür. X-a gəlin qiymət verək. X-a mən bir dəfə tək qoyuram. Məsələn, 1 qoyuram. 3 dəfə 1, 3, 3 çıxaq 1, 2, 2-nin kvadratı 4 ödədi. Deməli, X nə imiş? Tək ədəd imiş. Cüt qoysaq, məsələn, 3 dəfə 2, 6, 6 çıxaq 1, 5-in kvadratı 25. Cavabı təkə çevirir. Yəni, X cüt deyil. X-in özü necə ədəd imiş? Tək ədəd imiş. İndi variantlarda x-in yerinə tək ədəd qoyuram. Variantlarda tək ədəd qoyandan sonra x-in yerinə cavab nə olmalıdır? Cüt olmalıdır. Gəlin məsələn A variantını. X-in yerinə tək ədəd qoyaq. X kvadratı çıxaq 3x üzərinə gəlsin 1. Məsələn qoyaq. İstəyirsiniz 3 qoyaq. 3-ün kvadratı 9 çıxaq 3 dəfə 3. 9 üstə gələk 1. Cavab elədi nə? 1. Tək elədi. A deyil. B variantında 9x kvadratı çıxaq 2x. Bax, mən x-in yerə nə qoyuram? Tək ədəd qoyuram. 1-in kvadratı 1, çıxaq, 2 vuraq 1, 9-dan 2 çıxıram 7. Cavab deyir, cüt eləsin, bu da deyil. C variantında x-in yerinə tək ədəd qoyuram, məsələn 1 qoyuram. 1 də qoya bilərsiniz, 3 də qoya bilərsiniz, fərqi yoxdur. Əsas odur ki, tək ədəd qoyasınız. 5 dəfə 1, 5, 5 çıxaq 2, 3. Olmadı. D-də 6 dəfə 1, 6, üstünə 5 gəlirəm, 11. Olmadı. Y-də 7 dəfə 1, 1-in kvadratı 1, 7, üzərinə gəlirəm 5, 12. Deməli, cavab nədir? Y variantı. Üçüncü sualdır. Baxaq dördüncü suala. Deyir, x cütdür, y təkdir. Okey. X-imiz cütdür, x-imiz cütdür. Y-imiz təkdir. Yəni, x-a mən cüt verim, y-ə tək qiymət verim, 1 verim.
Nə istəsəz verə bilərsiniz. Sadəcə mən kiçik götürürəm ki, hesablamalarımız rahat olsun. A variantında 2 üstə gələk 1, 3, 3-ün kvadratı nə eləyir? 9, 9-un üstünü 3 gələm nə elədi? 12 getdi. B variantında 3 dəfə 2, 6. Bax, qoy lap yazım. 2y kvadrat. Düzdürmü? 3 vuraq 2, üzərinə gəlsin 2 vuraq 1-in kvadratı. Bu da nə eləyir? 6 üzərinə gəlsin ki, 8. Bizdən tək istəyirdi, alınmadı. C variantında x üstə gələ, y üstə gələ 1. 2-nin üstünə 1 gələm 3, 3-ün üstünə 1 gələm 4. Tək elədi. D variantında x kvadrat, 2-nin kvadratı 4, üzərinə gəlsin 3, elədi nə? 7. Baxın, D variantıdır. Niyə? X kvadratı üstə gələk 3y-dir. X-in yerinə 2 qoyuram. 2-nin kvadratı 4, üzərinə gəlsin 3 vuraq 1. Elədi 7. Deməli, bizə nə tək istəyirdi də, tək olan hansı oldu? D oldu. 7 də baxın, alınmayacaq. 2 üstə gələk, 2 vuraq 1, 2, 4-ün kvadratı 16 cüt elədi. Cavab oldu D variantı. Baxaq indi nəyə? 5-ci suala. Görək 5-də nə deyir? Deyir, x cütdür, y təkdir. X-ə cüt ədəd verək. Məsələn, 2, y-ə də yenə nə verək? Tək ədəd verək, 1. İfadələrdən hansının qiyməti cütdür? A variantında baxaq, 2 vuraq. Qoy, bir dənə ekranı yaxınlaşdırım. 5-ci sualda. Bax, 2 vuraq, x-in yerinə 2 qoyuram. 4, üzərinə gəlinsin y kvadratı. 3 vuraq 1, 7. Bu getdi. B variantında 2-nin kvadratı 4, 5 dəfə 4, 20, üstə gəlinsin 2, 22. Cüt elədi. B variantdır. C-də ödəməyəcək. Baxın, 2 plus 1, 3-ün kvadratı 9. 3 vuraq, burada da 2 plus 1, 3, 9. Burada da 2 çıxaq 1, 1-in kvadratı 1. Bu da getdi. Cavab oldu B variantı. Baxaq 6-cı suala. Deyir, x və y cüt ədədlərdir. İfadələrdən hansının qiyməti tək ədəd ola bilər? X-a cüt verin, y-ə cüt verin. Məsələn, x-a verək 2, y-ə verək 4. Məsələn, burada deyir ki, indi yerinə qoyandan sonra cavab nə olsun? Tək olsun. X-a 2 verəndə 5 dəfə 2, 10, 10 dəfə 4, 40. Getdi. Görün burada indi. Bunu da aşağı eləyim. Çox getdi. Dənə üzrü sayın. Birinci başlıqdaydıq da biz. Aha. 6-cı sual. Deməli, x cütdür, y cütdür. Dedik 2 və 4 verək 6-da. X-a 2 verəndə 5 dəfə 2, 10, 10 dəfə 4, 40. Təkdir, getdi. B variantında x kvadrat üzərinə gəlsin y kvadrat bölək 2. X-in yerinə 2 qoyuram. 2-nin kvadratı 4 üzərinə gəlsin. Y-in yerinə 4 qoyuram. 4-ün kvadratı 16 bölək 2. 20 bölək 2, 10. Tək deyil, cütdür, getdi. C variantında x kubu plus y kubu bölək 4. Baxın, gətirib yerinə yazıram. 2-nin kubu 8 üzərinə gəlsin. 4-ün kubu 64 bölək 4. Bu da nə eləyir? 72 bölünsün 4. Bu da onsuz da bir dəfə 18. Cüt eləyir, getdi. BC getdi. D variantında x üstə gələk 3y, 2 üstə gəlinsin. 3 dəfə 4, 12, 14 getdi. Y variantında 4 plus 2, 6 bölək 2, 3. Cavab oldu Y variantı. Bu da belə. 6 getdi. Baxaq 7-ci suala. Görək bizdən 7-də nə deyir. Deyir, ardıcıl 100 natural ədəd var. Biz bilmirik də neçədən başlayır. Deyir, ardıcıl 100 natural ədəddir. Onlardan ən kiçik və ən böyük ədədlərin cəmi 629-dur. Deyək ki, ardıcıl, məsəl üçün, 1-dən 100-ə də ola bilər, 100-dən 200-ə də ola bilər. Biz onu bilmirik. Birinci ədədə x deyirəm. X. Niyə yazmır? Oy. Hə. Birinci ədədə x deyirəm, axırıncı ədədə bilmirəm də. Məsəl üçün, birinci ədəd məsələn deyirəm, 1 olsa axırıncı ədəd nə olacaq? 1 üzərinə gəlsin 99. 100-cü ədəd 1 plus 99 olacaq da. Birinci ədədə x deyirəm, axırıncı ədədə deyirəm x plus 99. Düzdürmü? Deyir ki, ən kiçik və ən böyük ədədlərin cəmi. Ən kiçik təbii ki, x olacaq, ən böyük nə olacaq? X plus 99. Bunların cəmi nədir? 629-dur. 2x bərabərdir 629, çıxılsın 99, 0, 12-dən 2, 17, 3, 530. X da bərabərdir 2, 13, 6, 265. Deyir, bu sıradakı ən kiçik ədəd nədir? Bu sıradakı ən kiçik ədəd nə oldu? 265 oldu, D variantı.
Baxaq indi 8-ci suala. Görək bizə 8-ə nə deyir. Deyir AB 7 çıxılsın AB. Deməli. Bunu açmaqla da yazmaq olar, amma ən sadə yollarından indi birini yazacağam. Deməli, AB 7 alt-alta gəlin çıxaq. Çıxaq. AB 133. Baxın necə eləyirsiniz. 7-dən nə çıxsam 3 eləyər? 4. Deməli B nədir? 4. B-nin yerinə 4 yazıram. 4-dən nə çıxsam 3 eləyər? 1. A-da 1-dir. Həqiqətən bu nə imiş? 147 çıxaq nə imiş? 14 imiş. Həqiqətən bizə 133 verir. A-nı bildik, B-ni bildik. Bizdən bunların nəyini istəyir? Cəmini istəyir. 1 ilə 4-ün cəmi nə eləyir? 5 eləyir. Y variantı. 9 da həmçinin neyinidir? Gəlin 9-a baxaq. Bax 9-da indi AB 8, AB 8 çıxaq. AB bu nəyi verir? 179-u verir. Baxın, 8-dən nəsə çıxanda 9 eləmir. Deməli bundan buna pay veribdi, 18 olub. 18-dən nə çıxsam 9 eləyir. 9. Deməli B 9 imiş. Bayaq dedik ki, 9-dan birini buna pay veribdi. İndi burada 8 qalır. 8-dən nə çıxsam 7 eləyər. 1. A 1-dir, B 9-dur. Bunların cəmi nə edir? 10 edir. Baxaq indi 10-cu suala. Görək onda bizə nə deyir. Deyir ki, 2 rəqəmli AB ədədi üçün AB bərabərdir, 2A üzərinə gəlsin 4B olarsa, A plus B cəmini istəyir. Gəlin buna çıx. Bax, təhlik onluq 10A üzərinə gəlsin B bərabərdir 2A üzərinə gəlsin 4B. Gəlin bunları, bəzilərini A-ları bir tərəfə, B-ləri bir tərəfə yığaq. Bax, 10A-nı yerində saxlayıram. Bərabərliyin sağında 2A var. Müsbətdir. Bu tərəfə gəlir, işarəsi dəyişir, çıxaq 2A. Bərabərdir. 4B yerində qalır. Soldan B-ni sağa gətirirəm. Olur, çıxaq B. 10A-dan 2A çıxıram. 8A bərabərdir 3B-yə. İndi baxın, nə edirəm? A-nı yazıram 3K, daxil-daxilə bərabərdir. Xaricdə xarici. B də olur 8K. K burada tam ədədlər deməkdir. Yəni 1-dən neçəyə qədər istəsə ola bilər də. Sadəcə onu misala əsasən təyin edirik. Bax, bizdə burada məsələn 10-cu suala baxırdıq. 2 rəqəmli AB ədədi üçün deyir də. Bax, burada A-nın da B-nin də yerində rəqəm dura bilər. Mən məsələn K-ya 1 verirəm. Burada onsuz da K 1-dir, 2 ola bilməz. Niyə? Çünki bu 16 olar, K-ya 2 verirsən, bu 6 olar. B-nin yerində burada 16 dura bilməz, rəqəm durmalıdır. 16 ədəddir. 2 dənə yeri tutur. Ona görə K-ya nə verirəm? 1 verirəm. K-ya da 1 verəndə A olur 3, B olur 8. Bizdən də A plus B cəmini istəyir. 3 plus 8 istəyir. Bu da nə verir? 11. Bu qədər sadə. 10-cu sualda belə getdi. Baxaq indi nəyə? Biraz balacaladaq. Ona baxdıq, keçək 11-ə. 11 də bunun eynisidir. Baxaq 11-ə. Bax, deyir 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 3A üzərinə gəlsin 4B. Bax, təhlik onluq 10A üzərinə gəlsin B bərabərdir 3A üzərinə gəlsin 4B-yə. A-ları bir tərəfə yığırıq, B-ləri bir tərəfə. 10A çıxaq 3A bərabərdir 4B çıxaq B. 10A-dan 3A çıxıram. 7A bərabərdir 3B-yə. Deməli, A 3K-dır, B 7K-dır. Dedik ki, K-ya 2 verə bilmərik, çünki B 14 olur. Burada yerinə qoymaq olmur. K 1-dir, A 3-dür, B 7-dir. Bizə nə B çıxaq A-nı istəyir? 7 çıxaq 3 nə edir? 4 edir. Baxaq indi 12-ci suala. Bir də bu arada onu qeyd edim ki, əgər kiminəsə görə sürətli gəlirimsə, yəni tez-tez danışıramsa, yəni orada YouTube-un ayarlarında olur. Onun sürətini azalda bilər və yaxud da kiminəsə görə asta danışıramsa, yavaş danışıramsa, sürətini artıra bilər. Baxaq 12-yə. Deyir AB bərabərdir 2A plus 5B. Gəlin bunu birbaşa açaq. Təhlik onluq 10A üzərinə gəlsin B bərabərdir 2A üzərinə gəlsin 5B-yə. A-ları bir tərəfə yığıram, B-ləri bir tərəfə yığıram. 10A yerində qalır. 2A-nı sağdan sola keçirdirəm. İşarəsini müsbətdə görürsünüz. Bu tərəfə keçdi, çıxaq 2A. Bərabərdir 5B, soldan sağa keçirdirəm, çıxaq B. 8A bərabərdir 4B. Bunu həmişə ixtisar edin, belə saxlamayın. İxtisar edəndən sonra 2A bərabərdir 1B-yə.
Bax, A olur nə? 1K, B nə olur? 2K. İndi bizdən deyir AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiyməti. Gəlin görək K-ya nə verə bilirik. K-ya ən böyük mən burada 4 verə bilirəm, 5 verə bilmirəm. Niyə? Çünki 5 versəm bu B 10 olur. B-nin yerinə bayaq dedim axı burada 10 qoymaq olmaz. Rəqəm durmalıdır. K-ya ona görə ən böyük 4 verirəm. A olur 4, B olur 8. AB ədədinin ən böyük qiyməti nə oldu? 48. Ən kiçik də onsuz da məlumdur da. Ən kiçik nə verərəm? K-ya 1 verərəm. Bu da 2 dəfə 1, 2. Deməli, AB ədədi nə olacaq? 12 olacaq. Ən kiçik qiyməti 12-dir, ən böyük qiyməti 48-dir. Bizdən də 12-ci sual idi da. Hə. Ən böyük qiymətlə ən kiçik qiymətin fərqini istəyir. 48 çıxaq 12-ni istəyir, nə edir? 36. Qutardı. 13 yenə eynisidir. Baxaq 13-ə. Deməli, 13-də nə deyir bizə? Yenə AB bərabərdir 4A üzərinə gəlsin 3B. Bax, yenə açıram. 10A üzərinə gəlsin B bərabər 4A üzərinə gəlsin 3B-yə. A-ları bir tərəfə yığıram. 10A çıxaq 4A bərabərdir 3B çıxaq B-yə. 10A-dan 4A çıxıram. Nə eləyir? 6A bərabərdir 2B-yə. İxtisar aparıram. 3A bərabərdir 1B-yə. A olur 1K, B olur nə? 3K. Bunu tapdım. İndi K-ya qiymət verir. Yenə baxın, burada nə deyir? Ən böyük qiyməti ilə ən kiçik qiymətini istəyir də, düzdürmü? K-ya ən böyük nə verə bilərəm? 5 verə bilmirəm, 4 verə bilmirəm, çünki 12 edir. Onu aşmamalıdır. 3 verirəm K-ya. 3 bu edir, 9 bu edir. AB ədədinin ən böyük qiyməti nə oldu? 39. Ən kiçik qiymət nə olacaq? K-ya 1 verəcəm. Burada 1 verəndə 3 olur. Yəni A 1 olur, B 3 olur. 39 ilə nə eləyir? 13 eləyir. Bizdən də bunların nəyini istəyir? Cəmini istəyir. 39 üzərinə gəlsin 13. Edir 52. Bu da 13-cü sual idi. Baxaq indi 14-cü suala. Görək bizə nə deyir. Deyir 5940 ədədi 5 rəqəmli ABCD-yi və bunların fərqinə tam bölünür. Gəlin bu ədədləri bir-birindən çıxaq. Deməli, ABCD-yə çıxaq. ADCD yoxsa Y-dir? Bir dəqiqə yaxınlaşdırım, görüm nədir bu. ADCB-dir. Hə. Çıxaq. Deməli, ADCB-yi. Deyir ki, B-dən böyükdür. Bir dənə qoy mən onu kitabdan baxım, görüm dəqiq elədir. Birdən ABCD-yi, ADCB-yi. Aha, elədir. Deyir, bunların fərqinə tam bölünür. 5940. Birinci gəlin bunları çıxaq bir-birindən. Burada da şərtdə bunu deməyə çalışır da, baxın. 5940 ədəddir. Bunların fərqinə tam bölünür. İndi yazıram. Bu 5940-dan mənim işim yoxdur. Bu yerində qalır. Mən məxrəci açıram. Təhlik, onluq, yüzlük, minlik, 10 minlik. 10 min A üzərinə gəlsin. Təhlik, onluq, yüzlük, minlik. 1000 B üzərinə gəlsin. Təhlik, onluq, yüzlük. 100 C üzərinə gəlsin. 10 D üzərinə gəlsin Y. Çıxaq. Deməli, təhlik, onluq, yüzlük, minlik, 10 minlik. Bax, mötərizədə. Bax, bir də bunu deyim ki, bax, bu mənfi təkcə A-ya aid deyil. Bunu indi ifadə kim açıram deyə mötərizədə yazmalıyam. Bunda diqqətli olun. Deməli, çıxaq 10.000 A, 10.000 A üzərinə gəlsin. Təhlik, onluq, yüzlük, minlik, 1000 D, 1000 D üzərinə gəlsin. 100 C, 100 C üzərinə gəlinsin. 10B üzərinə gəlsin Y. Oldu nə Y? Hə. İndi baxın, mən bir də bu mötərizənin birbaşa yazacağam. Bax, bu mənfi 10.000 A deməkdir. Bax, bununla bu getdi. Çünki bunu mənfinin içəri bir-bir vurub açasınız, işarəni dəyişəsiniz. Kim istəsə elə yaza bilər. Mən birbaşa ixtisarlarımı aparıram. Bax, bu 1000B burada mənfidir də. Bu mənfi 10B-yə vurulur, mənfi 10B olur. 1000B-dən 10B çıxan nə qalır? 990. Bax, sürəti yazaq qoy. 990 nə?
B, bunlar getdi. 100C çıxaq. Bax bu mənfi bu plusa vurulur. Olur çıxaq. Yəni bu 100C ilə bu 100C gedir. 10D çıxaq 1000D. Çıxaq 990D. Bu da getdi. Bu Y, burada da mənfi Y, bununla da bu getdi. İndi nə edirəm? Buradan 5940-ı ortaq çıxardıram. Buradan da, yəni ortaq çıxardıram, yəni daha doğrusu yazıram. Məxrəcdən nə edirəm? 990-ı ortaq çıxardıram. Qalır B çıxaq D. Bununla da bu gedir. Orada da 594-ü deməli 99-a böləndə 6. Bununla da bu gedir. Burada qalır 6 bölək B çıxaq D. İndi baxaq misalın şərtinə nə deyirdi? B çıxaq D fərqini ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, bir də misalın şərtinə deyirdi ki, bizə B D-dən böyükdür və deyir ədədlərin fərqinə tam bölünür. Yəni bu tam bölünürsə bu B çıxaq D fərqi nə olmalıdır? 6-nın bölündüyü ədədlər olmalıdır. Yəni 1 olmalıdır, 2 olmalıdır, 3 olmalıdır, 6 olmalıdır. Heç nə. Bizdən də B çıxaq D fərqini ala biləcəyi qiymətlərin cəmini istəyir. Yəni 1, 2 üzərinə gəlsin 3, üzərinə gəlsin 6. Bu da nə eləyir? 6, 9, 10, 12. Bu qədər sadə. Burada da B çıxaq D-ni, B-ni dedim ona görə böyük verib ki, yəni bunun cavabını müsbət eləyir də, mənfi eləmir. 15 də bundandır. Orada da deməli 15 də eynisidir. Orada nə edəsiniz? 7920-ni bu formada açırsınız. Görüm elə eynidirmi ADCB-yə? Baxın, hə, orada da bax, məxrəci bunun kimi açırsınız. 7920-ni bölürsünüz, elə nəticədə bunu almalısınız. Hərflər eynidirsə. Hə, hərflər eyni. Nəticədə bunu alasınız. Deməli, 990-da B çıxaq D. Sonra bu 792-ni bölməlisiniz deməli nəyə? 99-a. O da bizə verir 8-i. Olur 8 bölək B çıxaq D. Heç nə, burada da 8-in bölənlərini yazırsınız. 1-dir, 2-dir, 4-dür, 8-dir. Bizdən onların nəyini istəyir? Cəmini istəyir. Qutardı. Yəni çətin sual deyil. Qaydaq PDF-imizə. Deməli, baxaq indi neçənci suala? 16-cı suala. Görək 16-da bizə nə deyir? Deyir, A və B natural ədədləri üçün C bərabərdir A çıxaq 5 vuraq 3B plus 1. Tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın. Deməli, nə etməliyik? Birincisi deyir ki, A və B naturaldır. Yəni, A da naturaldır, B də naturaldır. Və deyir ki, hasil nədir? Tək ədəddir. Düzdürmü? Hasil olmalıdır tək ədəd. Və AB hasilinin ən kiçik qiymətini istəyir. Hasilin tək ədəddirsə, biz bilməliyik ki, nəyə vuranda tək edir. Məsələn, biz deyək ki, cüt ədəddir də. Bunun biri cüt olsa, 2-ni vuraq məsələn 3-ə. Cütü təkə vuranda nə edir? 6 edir, cüt edir. Yəni, biri cüt olsa, məsəl üçün, 2-ni siz 5-ə də vursaz, 6-ya da vursaz, yəni nəticə nə edir? Cüt edir. Deməli, bunun hər ikisi nə olmalıdır? Tək-tək olmalıdır. Üçün təki-təkə vursaz, deyək ki, 3 vuraq 5 nə edir? 15 edir. Təki-təkə vuranda tək edir. Yəni, A çıxaq 5-in də qiyməti tək ədəd olmalıdır. 3B plus 1-in də qiyməti tək ədəd olmalıdır. Və AB hasilinin ən kiçiyi, yəni A da ən kiçik olmalıdır, B də ən kiçik olmalıdır. Burada A-nın qiyməti ən kiçik, məsələn, 5 versəz 5 çıxaq 5 0 eləyir. Bir də ki, bu ifadənin qiyməti cavabı tək olmalıdır. Bu ifadənin cavabı tək olmalıdır. A-ya 5 verə bilmərik, çünki cavab 0 eləyir. A-ya ona görə ən kiçik nə verə bilərəm? 6 verə bilərəm də. A-ya 6 versəm 6 çıxaq 5 1 eləyir. Buranın qiyməti tək eləyir. Vuraq. Burada da məsəl üçün bu ifadənin cavabı nə olmalı? Tək olmalıdır. B-yə 1 versəz ən kiçik. 3 dəfə 1 3, 3-ün üstünə 1 gələm 4 eləyir. Ödəmir. B-yə 2 versəz amma 3 dəfə 2 6 üstünə 1 gəlsəz 7 eləyir. Bizdən də AB-nin hasilinin ən kiçik qiymətini istəyirdi. A-nın ən kiçik qiyməti 6 ola bilər, çünki buranın cavabını nəyə çevirdi? Təkə çevirdi, 1-ə çevirdi. Burada da B-yə biz 1 verə bilmərik, çünki 3 dəfə 1 3, 3-ün üstünə 1 gələm 4 eləyir, cavab cüt eləyir. Bizə cavab tək olmalıdır. Ona görə B-yə nə verə bilərəm ən kiçik? 2 verərəm ki, 3 dəfə 2 6, 6-nın üstünə 1 gələrəm 7 eləyir. Yəni A-nın 6 qiyməti, B-nin 2 qiyməti. AB hasilinin ən kiçik qiyməti nə oldu? 2 vuraq 6 edir nə? 12. Bu qədər. 16 getdi, baxaq 17-yə.
17. ABC natural ədədləri üçün ABC 2A üzərinə gəlsin B üzərinə gəlsin C bölək 8 bərabər 50 olarsa, B-nin ala biləcəyi ən böyük qiymət. B-nin bizdən nəyini istəyir? Ən böyük qiymətini istəyir. Deməli, biz burada B-nin qiyməti ən böyük olmağı üçün A ilə C-yə pay ən kiçik düşməlidir. Yəni, bunlar nə olmalıdır? Ən kiçik qiymətlər olmalıdır. Bir də ki, burada B-nin ala biləcəyi ABC naturaldır. Bunlara da diqqət eləməliyik. Yəni, bunun hər üçü nədir? Naturaldır. Yəni, məsəl üçün, bunun qiyməti natural olmasa, bunların cavabı natural olmayacaqdır. Çünki 50-dən çıxırıq. Deməli, burada birincisi, ən kiçik olmaq üçün C-nin ən kiçik qiyməti 8 ola bilər ki, bu buna tam bölünsün. C-nin qiyməti 8-dir. C-dən başladıq. Olur 2A üstə gələk B, üzərinə gəlsin. 8-i 8-ə böləndə 1 bərabərdir 50-yə. 2A üzərinə gəlsin. B də bərabərdir 49-a. İndi bizdən B-nin ən böyük qiymətini istəyirdi, bunun ən böyük qiymətini istəyirdi. İndi A-ya ən kiçik qiymət nə verə bilərəm? A-ya da ən kiçik qiymət 1 verə bilərəm də burada. 2 dəfə 1 2. Heç nə. B-də olur nə? 49 çıxılsın 2 eləyir nə? 47. B-nin ən böyük qiyməti oldu nə? 47. Bu da belə. Baxaq indi 18-ə. 18. Biraz bunu yaxınlaşdıraq. 18-ə deyir ki, AB çıxaq B-yə bölünsün A minus B. AB çıxaq B-yə bölək A minus B üzərinə gəlsin A plus B bərabərdir 21. Şərtini ödəyən AB 2 rəqəm ədədlərinin sayını tapın. Birincisi, gəlin bunu açaq, yəni bu ifadəni sadələşdirək. Təhlil olunluq 10A üzərinə gəlsin B çıxaq mötərizədə 10B üzərinə gəlsin A bölünsün A çıxaq B üzərinə gəlsin A plus B bərabər nəyə? 21-ə. İndi bunu yazıram. 10A üstə gələk B, mənfini vurub açıram. Çıxaq 10B, çıxaq A, bölək. A çıxaq B, üzərinə gəlsin A plus B bərabərdir 21. 10A'dan A çıxanda nə eləyir? 9A. B-dən 10B çıxanda çıxaq 9B, bölək A çıxaq B, üzərinə gəlsin A plus B bərabər nəyə? 21-ə. İndi nə edirəm? 9-u buradan orta çıxardan onsuz da A çıxaq B-lər gedir, birbaşa yazıram. 9 üzərinə gəlsin A plus B bərabərdir 21-ə. Buradan da A plus B bərabər nəyə? 21 çıxılsın, 9-u tərəfə keçirdirəm. Bu da nə eləyir? Eləyir 12. Deməli, AB cəmi nə olmalıdır? 12 olmalıdır. AB 2 rəqəmli ədədlərin sayını istəyir. Baxın, bunu indi seçmə yolundan istifadə edirik. Necə? Bax, AB 2 rəqəmli ədədlərin sayını istəyir. Mən burada düşünürəm ki, nə ilə nəyin cəmi 12 eləyir? 1 ilə 11-in, amma B-nin yerinə 11 yaza bilmərəm. 2 ilə 10 olmaz. B-nin yerinə 10 yaza bilmərəm. Amma 3 ilə 12-dən 3 çıxıram, 9 yaza bilərəm. 4 ilə nə yaza bilərəm? 8 yaza bilərəm ondan sonra. 5 ilə nə yaza bilərəm? 7 yaza bilərəm. Düşək aşağı. 5 ilə 7 yaza bilərəm. 6 ilə 6 yaza bilərəm. Ondan sonra təkrarlanır nə? Deməli, bir dəfə hansılar ola bilər? 39 ola bilər. 2 rəqəm ədədlərin sayını istəyir bizdən. Bir dəfə 48 ola bilər. 57 ola bilər. 66 ola bilər. Sonra 6 6-dan sonra gəlir nə? 7 5, yəni 75 bunların tərsi. Sonra 8 4, 84, sonra 93. Bizdən də sayını istəyirdi. İçində nə oldu? 1 2 3 4 5 6 7. 7 dənə nə oldu? Bir də 66-nı təkrar yazmadım da. 7 dənə 2 rəqəmli ədəd oldu. Bu da belə. Neçənci sual idi? 18. Bu iş bu ara getdi. Baxaq indi 18-dən sonra çizim. Deməli 19-a. Görək ki 19-a nə deyir? 3 rəqəmli ədədin 1%. Ümumiyyətcə 3 rəqəmli ədəd deyirsə yazaq ABC üzərində xətt. Ədədin 1%-i onun rəqəmlər cəminə bərabərdir. Yəni bu 3 rəqəmli ədədin ABC-nin 1%-i, 1%-ni tapanda onu 1-ə vurub 100-ə bölürük. Ədədin faizini tapanda. Onun rəqəmləri cəmi. Rəqəmləri cəmi yəni ABC-ni nəzərdə tutur. A plus B plus C-yə bərabərdir. Heç nə. Deyir, bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətinin fərqini tapın. Onsuz da bunu 1-ə vurmağın yəni mənası yoxdur. Onsuz da ədədin özü eləyir. Gəlin bunu neyniyək? Burada açaq, təhlil olunluq 100-dür. 100A
üzərinə gəlsin 10b, üzərinə gəlsin c. Onsuz da bunu da çarpaz vuranda bunu 1-ə vururuq. Bu ifadə edir bərabərdir. 100-ü bura vuraq. 100-ü a-ya vuraq. 100a, üzərinə gəlsin 100b, üzərinə gəlsin nə? 100c. Baxın, bunlar getdi. İndi gəlin bunları o tərəfə keçirdək. 100b-dən 10b çıxıram. Nə qalır? 90b, üzərinə gəlsin. 100c-dən c çıxıram. 1c, 99c. Bərabərdir 0-a. Elə bil hamısını o tərəfə keçirdim də, soldan sağa keçdim. 9-u ortaq çıxartsaq 10b, üzərinə gəlsin 11c, bərabərdir 0-a. 10b üzərinə gəlsin 11c, bərabərdir 0-a. Düzmü yazdıq? 100c-dən c, 99c, aha, düzdür. İndi bizdən nə istəyirdi? Bu üç rəqəmin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tap. Bax, deyir, bu üç rəqəmin ABC-nin nəyini tap? ABC-nin ən böyük qiymətini tap, yəni ƏBQ-sini tap. Bir də nəyini tap deyir? Ən kiçik qiyməti, yəni ABC-nin ən kiçik qiymətini tap. Bunlar da çıx. Bax, indi mən burada B-yə, bax, nəylə nəyin cəmi 0 eləyir? Burada B-yə mən ümumiyyətcə 2 dənə, deməli, ədədin cəmi 0-dırsa, hər biri 0 olmalıdır. 0 ilə 0-ın cəmi 0-dır. Deməli, burada B-də 0 olmalıdır, C də 0 olmalıdır ki, onu 0-a vurum, 0-ın üzərinə 11-i vurum, 0-a 0 eləsin. Yəni, B də 0-dır, C də 0-dır. Hər ikisində. İndi bunun ən böyük qiyməti mən burada ən böyük qiymət A-ya 9 verə bilərəm. ABC-də də ən kiçik qiymət A-ya nə verə bilərəm? Ən kiçik 1 verə bilərəm. 900, 100. Bizdən də bunların fərqini istəyir. Yəni 900-dən çıxırıq 100-ü edir nə? 800. Bu qədər. Qutardı. Bu da oldu nə? Neçənci sual? 19-cu sual. Baxaq indi 20-ci suala. Görək 20-də nə deyir? İnanıram ki, ekran kaydını bayaqdan basmışam, boş-boşuna danışmıram, kaydı gedir. 20-də nə deyir? 2 rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Bax, 2 rəqəmli ədəd deyir. Yazıram AB üzərindən xətt. Təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Bir də bu vahid dəfə sözlərinə fikir verin. Bax, bu təhlikdir, bu onluqdur. Deyir, təhliyin sayı onluğun sayından 2 vahid böyükdür. Yəni, təhlik onluqdan nədir? 2 vahid böyükdür. Mən sizə belə bir şey deyim də, məsələn, uşağın bacısının var 5 yaşı, qardaşının var 7 yaşı. Deyirəm ki, qardaşı, deyək ki, bacısının var 5 yaşı, qardaşının var olsun 10 yaşı. Deyirəm ki, qardaş bacıdan 5 yaş böyükdür, düz deyil. Siz də deyə bilərsiniz ki, bacının üzərinə mən, bu qardaş böyükdür də, yəni bu böyükdürsə, bacının üzərinə mən 5 gəlsəm kim verir? Qardaşı gələr. Yəni, indi burada bərabərlik qurmağa çalışıram. Deyir, indi təhliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Yəni, B onluqdan 2 vahid böyükdür. Böyük olan B-dir. Yəni, deməli, kiçik kimdir? A-dır. A-nın üzərinə 2 gəlsəm kimi verir? B-ni verir. Bu iki rəqəmin rəqəmləri cəminin hasili 144. Yəni, A-B-nin rəqəmlər cəminə, yəni A plus B-yə hasili nədir? 144-dür. İndi heç bunu həll edirəm. Təhlik onluq 10-a üzərinə gəlsin B, vuraq. A plus B bərabərdir 144. Mənim də əlimdə bayaq nə var idi? Deməli, mən bilirdim ki, B bərabərdir A plus 2. B-lərin yerinə nə yazacam burada? A plus 2, A plus 2. 10A üzərinə gəlsin A, 11A üzərinə gəlsin 2, vuraq. Burada da A üzərinə gəlsin A, 2A üzərinə gəlsin 2, bərabərdir 144. Bunu bir-bir vurub açada bilərsiniz, amma ehtiyac yoxdur. Gəlin rəqəm verək. A-ya 1 versəm, məsələn, bura 11 plus 2, 13 vuraq. 2 dəfə 1, 2, 4 ödəməyəcək. 13 vuraq 4, 144 eləmir. A-ya 2 versək, deyək ki, A-ya nə veririk? 2 veririk. A-ya 2 versək, bura edəcək 2 ödəməlidir. Götürə bilsəm qələmi. 2 versəm 11 vuraq 2. 22-nin üstünə 2 gəlirəm. 24. 2 dəfə 3, 6. 6-nın üstünə 2 gəlirəm. 8. Deməli, ödəyir bu. 22, 24 dəfə 8. Yox, ödəmir. A-ya gəlin 3 verək. 33-ün üstünə 2 gəlirəm. Nə edir? 35. 3 dəfə 2. 8. Yox, bir dəqiqə. A-ya 2 verəndə ödəmədi. Əslində, burada 2-yə bölüb də yazmaq olar. 2 verəndə 22. 22-nin üstünə 2 gələndə 24. 24-ü vururuq nəyə? 2 dəfə 2, 4, 6-ya. Hədə ödəyir. 24 vuraq 6 ödəyir. 144. Deməli, A-nın qiyməti nə imiş? 2 imiş. Baxın, A-nın yerinə 2 yazanda ödəyir həqiqətən. 11 vuraq 2, 22-nin üstünə 2 gəlsiz. 24 vurulsun 2 dəfə 2, 4, 6. Eləyir 144. Deməli, A-nın qiyməti nə imiş? 2 imiş. Bizdən nə istəyirdi orada? 20-ci sualda. Bu ədədi tapın. A-nı tapdım 2, heç nə, yerinə qoyuram. A-nın yerinə 2 qoyanda nə edir?
B olur nə? 2 plus 2 4. B olur 4. Bunu da yazdıq. Bizdən bu ədədi istəyir. Bu ədəd nə idi? AB idi. AB nə olacaq? 24. Yəni çətin sual deyilsə, dediklərinin hamısını bir-bir etap-etap yazmaq lazımdır səliqəli formada. Qurtardı. Bu da oldu neçənci sual? 20-ci sual. Baxaq 21-ə. 21. Deyir, iki rəqəmli ədədin təkliklərinin eynisidir. İki rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayı 3 dəfə çoxdur. Baxın, burada vahid deyirdi. Burada dəfə deyir. Bunlara dedik ki, diqqətli olaq. Deməli yazıram. İki rəqəmli ədəd AB. Təkliklərinin sayı onluqlarının sayı 3 dəfə çoxdur. Yəni təhlik bu B. Onluqdan 3 dəfə çox. Yəni bu böyükdür. Kiçik kimdir? A-dır. Yəni A-nı 3-ə vursam B-yə bərabər olar. Bunu qurdum. Bu iki rəqəmli ədədin rəqəmləri fərqinin modulunun hasili 234. Yəni bu iki rəqəmli ədədin AB-nin rəqəmləri fərqinin modulunun hasili. Orada siz niyə modul deyir? Yəni rəqəmlərin fərqi yəni mənfi ola bilər, müsbət də ola bilər. Ona görə deyir modulu götür ki, yəni cavab müsbət eləsin. Biz də yəni ondansa böyükdən kiçik. Təbii ki, biz bildik ki, B böyüksə gəlin rəqəmləri fərqinə B çıxağa yazaq. Yəni deyir A çıxaq B-də yazsın, o modulu nəzərdə tut. Deyir hasil nədir? 234. Bu ədədi tapın. Bunu açaq, təhlik onluq. Bax, harda B görürəmsə yerinə 3A yazacağam. Bax, burada da, bax, burada da. 10 ansını 3 gəlirəm, 13A vuraq, 3A-dan A çıxıram, 2A bərabərdir 234-ə. 26A kvadratı bərabərdir 234-ə. Bax, vuruq hasil. A kvadratı bərabərdir 234 bölünsün 26-ya. A kvadrat da bərabərdir, deməli 234-ü bölməliyik 26-ya. A kvadrat nə eləyəcək? 9 eləyəcək. A da bərabərdir, müsbət mənfi 3, amma biz burada natural götürməliyik, müsbət 3-ü götürürük. Bizdən bu ədədi istəyir. A 3 oldu, B nə olacaq? B də bərabərdir 9 olacaq, 3A-dır. Olur nə? 39. Ədədimiz oldu 39. Bu da belə. Baxaq indi 22-ci suala. 22. Görək 22-də nə deyir? Deyir AB 2 rəqəmli ədədi üçün, AB 2 rəqəmli ədəd üçün AB çıxılsın B-ya bölünsün A plus B bərabərdir 7-yə. Deyir AB hasilini tapın. Bax, gəlin açaq, təhlik onluq. 10A üzərinə gəlsin B, çıxaq, mötərizdə yazıram. 10B üzərinə gəlsin A, bölək. A plus B bərabərdir 7-yə. 10A üzərinə gəlsin B. Bax, mənfini vurub açıram. Sanki burada mənfi 1 gizlənib. Mənfi 1 vururam 10B-yə, çıxaq 10B. Mənfi 1 A-ya vururam, çıxaq A. Bunu da məxrəcinə 1 qoyaq. Bunu bura vurdum, bu ifadəni özü eləyir. İndi 7-ni A plus B-yə vururam. 7A üzərinə gəlsin 7B. 10A-dan A çıxıram, eləyir 9A. B-dən 10B çıxıram, çıxaq 9B bərabərdir 7A üstə gələk 7B. A-ları bir tərəfə yığıram, B-ləri bir tərəfə yığıram. 9A çıxaq 7A bərabərdir 7B üzərinə gəlsin 9B-yə. 2A bərabərdir 16B-yə. İxtisar aparıram. A nəyə bərabər oldu? 8B-yə. Bunun da əmsalı 1-dir də. Deməli, A nə olacaq? 8K, B nə olacaq? 1K. Bunu tapdıq. İndi 22-də deyir AB hasilini tapın. K-ya dedik ki, 1 verərik də 2 verə bilmirik, çünki A 16 ola bilməz, rəqəm olmalıdır. K-ya 1 verəndə A 8 olur, B 1 olur. Bizdən də AB hasil edir nə? 8. Bu da belə. 22 getdi, 23 eynisidir. Mən bir dənə kayda baxım, görüm, kayd gedir. Birdən getməz, bir dəqiqə üzrü sayım. Kaydarda götürmüşdüm mən bayaq. Görüm, gedir. Hə, deyəsən gedir. Stop, pause. Hə, davam edir. Deməli, neçəyə baxırdıq? 22-ni dedim, 23-ə baxaq. 23 də eynisidir əslində, açırıq da. 10A üstə gələk B, çıxaq, yəni eynisidir. Sadə sual deyə yazmıram 23-ü, baxaq 24-də. 24-də. Deyir ki, 24-də XY çıxaq Y bölək YX
Çıxaq x bərabərdir 2. Bax açıram. 10x üzərinə gəlsin y, çıxaq y, bölək. Təhlil olunmuş 10y üzərinə gəlsin x, çıxaq x. Bax bununla bu gedir, bununla bu gedir, bərabərdir 2. Burada 10x bölək 10y, sonra onlar da gedir, qalır x bölək y bərabərdir 2. Buradan x nəyə bərabər olur? 2y-ə. Yəni x 2k-dır, y k-dır. Düzdürmü? 24-də bizə nə deyir? X, y cəminin ən böyük qiyməti. K-ya ən böyük nə verə bilərəm? K-ya ən böyük 4 verə bilərəm də. 2 dəfə 4 8, bu da 4. 8 ilə 4-ün cəmi nə eləyir? 12. Bizdən də bunu istəyir. 24-də belə getdi. Keçək 25 eynisidir, yazmıram. Baxaq 26-ya. Deyir AB, 26 bu arada yeni sualdır. Üstə gələk B-ya, üstə gələk A, üzərinə gəlsin B, 84-dən kiçikdir. AB hasilini ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətin cəmini tapın. Təhlil olunmuş 10A, üzərinə gəlsin B, üzərinə gəlsin 10B, üzərinə gəlsin A, üzərinə gəlsin A plus B, kiçikdir 84-dən. İndi gəlin hesablayaq da. 10A ilə A. Bu elədi nə? 12A. Üstə gələk 12B kiçikdir 84-dən. 12-ni ortaq çıxardıram. A plus B kiçikdir 84-dən. Heç də bununla da bunu ixtisar aparıram. Eləyir nə? 7. Yəni A plus B nədir? 7-dən kiçikdir. Deyir indi x, y cəminin ən böyük, yox. A nə deyirdi? 26-ya baxırdım, sorry. AB hasilini ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin cəmi. Yəni AB hasilini, yəni A-nı B-yə vuranda cavab bir dəfə deyir ən böyük qiymətini tap. Bir dəfə də ən kiçik qiymətini tap. Bax, mən AB cəmi 7-dən kiçikdir. AB cəmi 7-dən kiçiksə, hasil deyir ən böyük olsun. Məsələn, mən bura 1,6 verə bilmərəm birincisi. Niyə? Çünki 7-yə bərabər olur. Yəni 7-dən kiçiksə, mən bura A plus B cəminə maksimum cəmi 6-ya bərabər olar da. Çünki 7-dən kiçikdir. Nə verə bilərəm hasili ən böyük olmaq üçün? 1 ilə 5 verərəm, hasili 5 eləyər. 4 ilə 2 verərəm, hasili nə eləyər? 8 eləyir. 3 ilə 3 verərəm, hasili 9 eləyir. Ümumiyyətlə yadınızda saxlayın. Cəmi veribdirsə, hasilin ən böyük qiymətini istəyirsə, yaxın ədədlər götürün. Yəni 3 ilə 3-ü götürəcəm. Deməli 3 ilə 3-ü götürəndə nə eləyir? 9 eləyir. AB hasilin ən böyük 9 eləyir. İndi ən kiçik deyir. Ən kiçik qiymətdə nə olmalıdır? Yəni burada ən kiçik olmaq üçün 7-dən kiçik olmalıdır da, düzdür? Ən böyük qiyməti dedim 6 götürə bilərəm. Ən kiçik qiyməti 7-dən kiçik 1 götürə bilərəm, amma 1 ilə 0-ın cəmi 1 eləyir. Orada da 0 ilə rəqəm başlamır axı. B də 0 ola bilməz, A da 0 ola bilməz. Heç biri 0 ola bilməz. Çünki 0 ilə başlamır ədəd. 0 ilə ədəd başlamadığına görə 0 götürə bilmirəm. Yəni 1 0 götürə bilmərəm. Nə götürə bilərik? 1 1 götürə bilərik. 1 ilə 1 götürə bilərik. Hasili 1 ilə 1 götürəndə hasil nə eləyir? 1 eləyir, ən kiçik. Bizdən də bunların nəyini istəyir? Ən böyük qiymətlə ən kiçik qiymətini istəyir elə. 9 ilə 1-in cəmi nə eləyir? 10 eləyir. Bu da oldu 26. Baxaq deməli 27, 29, 30. Deyir ki, A bərabərdir 12 üstü 223 vuraq. 7 üstü 56, bu da yeni sualdır. Üzərinə gəlsin 19 üstü 25. Ədədinin son rəqəmini tapın. Ümumiyyətlə sizə belə bir şey öyrədim ki, ədədin son rəqəmini tapmaq üçün 4-ə bölürük, qalığı götürürük. O niyə olur? Niyə 4-ə bölürük? Bax məsələn. Bax elə 2 üstü 1 nə verir? 2-ni verir. 2-nin kvadratı nəyi verir? 4-ü verir. 2-nin kubu nəyi verir? 8-i verir. 2 üstü 4 nə verir? 16 verir. 2 üstü 5 nə verir? 32 verir. 2 üstü 6 nə verir? 64 verir. 2 üstü 7 nə verir? 128 verir. 2 üstü 8 nəyə verir? Sonu yenə 6 ilə bitir. Deməli, bax, 4 rəqəmindən bir fikir verin. 2, 4, 8, 6. 2, 4, 8, 6. Sonu nə eləyir? Təkrarlanır. 4 rəqəmindən bir təkrarlandığına görə biz onu 4-ə bölürük. Bax, indi burada 223-ü 4-ə bölürəm. Bu 220 olsa sonu, 4-ə bölmə sonu 2 rəqəmdə. 20 olsaydı bölünərdi. Qalığı nədir? 3-dür. Bax, indi qalıq 3 qaldı. İndi bunun sonu 12-dir də. 12 üstü 3, yəni 2-nin kubu sonu nə ilə bitdi? 8 ilə bitdi. İndi 7 üstü 56-dır, düz deyil. 56-dır. 56-nı bölürəm 4-ə. 56 4-ə tam bölünür də, bilirsiniz. Bax, 56 4-ə tam bölünür. 14 deyir. Qalıq qalmır.
Yəni orada 0 qalır da. Yəni qalıq qalmır deyə 0 qaldığına görə. Burada da indi 7 üstü 0 nə eləyəcək? 1 eləyəcək. Yəni sonu 1 ilə bitir. İndi bir də sizə belə bir şey öyrədim ki, burada indi qalıq qalmırsa, orada məsəl üçün bax belə bir şey deyim də sizə. Deyək ki, olardı 3 üstə 56. Bax burada 3 üstə 56 normalda bax 3 üstü 1 3 verir. 3-ün kvadratı 9 verir. 3-ün kubu 27 verir. 3 üstü 4 81 verir. Burada da yox, sonu 1 ilə bitdi. Elə yazaq ki, 4-cü ədədi, məsəl üçün elə 2-nin özü. Bax burada məsəl üçün 2 üstə 56 olardı. İstəyirəm ki, sonu 1 ilə bitməsin, ona görə bunu nümunə çəkmədim. Orada bir şey deyəcəm, onu nəzərə alın. 3 olmasın, məsələn 4 olsun. 2 üstü olsun 56. Məsələn bizə deyir ki, 2 üstü 56-dır, özü veribdir. Deyir bunun son rəqəmini tap. 2 üstü 56-nın son rəqəmini tapanda burada 56-nı 4-ə bölürsüz, qalıq qalmır da. Yəni orada deməyin ki, 2 üstü 0 bu ədədin sonu 1 ilə bitir. Xeyr. 2 üstü 56-nın sonu 56-nı 4-ə böləndə qalıq qalmır. Qalıq qalmadığına görə 2 üstü 56-nın sonu elə bil 4-cü ədəddədir də. Məsəl üçün 2 üstü 4-ə nətər ki, qalıq qalmır da. Burada 4-ü 4-ə bölürsüz, qalıq qalmır 0-dır. Sonu nə ilə bitir? 6 ilə bitir. Burada da 2 üstü 56-nı 4-ə bölürsüz, qalıq qalmır 4-cü ədəd nədir? Sonu 6-dır deyə 6 ilə bitir. İndi burada 7 üstü 56-dır. Orada 4-cü ədədin elə bil ki, sonu 56-nı bölürsüz, qalıq qalmır. 7 üstü 1 7 eləyir. 7-nin kvadratı eləyir nə? 49. 7-nin kubu onsuz da bizə sonları lazımdır da. Eləməlidir 343. 9 elə bil ki, vururuq nəyə? 7-yə. 7 üstü 4 bunun axırını 3-ü bizə əsas sonudur. 3-ü 7-yə vuranda sonu 1 ilə bitir. Yəni 4-cü ədədin sonu 1 ilə bitir. Burada da indi 56-nı böldüm, qalıq qalmadı. 4-cü ədədin sonu nə ilə bitdi? 1 ilə bitdi. 19 üstü 25, 19 üstü 25-i 4-ə bölüm, qalıq 1 qalır. 19 üstü 1 eləyir. 19 üstü 1 də ki, heç nə. Sonu nə ilə bitir? 9 ilə bitir. 8-i 1-ə vurursunuz. 8 üstünə gəlirsiniz. Bax, indi burada da nə edirəm? Vururam. 8-i 1-ə vururam. 8 üstünə gəlirəm 9-u. Edir nə? 17. Ədədimin sonu nə ilə bitdi? 7 ilə bitdi. Topluda bunun cavabını səhv eləmirəmsə 2 veribdi, səhv verib arxada. 27-dən sonra baxaq. Deməli 28, 29 ikisi eynidir. Birini izah eləyəcəm. Baxaq 29-a. Heç sən bunları bir-bir açırıq. Bax A-dır. Çıxaq nədir? B-B-dir. Bunu açaq. Təhlik onluq 10A üzərinə gəlsin A. Çıxaq. Təhlik onluq 10B üzərinə gəlsin B. Burada 10A, 10A-nın A nə eləyir? 11A. Çıxaq. 11B. Buradan da 11-i ortaq çıxardırıq. Qalır A çıxaq B. 29-da. Bax, bu indi hasildə. Ümumiyyətcə, hasil formasında məsəl üçün vurğuda 11 varsa, bunların hansına bölünəcək? 11-ə bölünəcək. 1-ə gedir B. Bax, məsələn, sizə belə bir şey deyim. 5 vuraq 6 vuraq 7 vuraq 8 hasili məsəl üçün yalnız 5-ə də bölünür, yalnız 6-ya da bölünür. Əgər vurğuların içərisində məxrəc tam ixtisar gedirsə, məsələn, məxrəcdə bizə veribdir, deyək ki 5. Tam ixtisar gedir axı. Tam ixtisar gedirsə, deməli bu 5, 6, 7, 8-i bir-birinə vurub bölməyə ehtiyac yoxdur. Deməli bölünür. Amma 25 versəydi bölünməyəcək. Çünki bununla bu gedir, burada 5 qalır. Bu 6, 7, 8-in heç birindən getmir deyə bölünmür. İndi 29-da. Deməli bu nə oldu? Hasil nəyə bölündü? 11-ə bölündü. 1-ə getdi B. B variantı çıxdı. İkincidə ABC çıxaq BAC. Gəlin onu yazaq. ABC çıxaq nə? BAC. Bunu açırıq. Təhlik onluq 100-dür. 100A üzərinə gəlsin 10B, üzərinə gəlsin C. Çıxaq. Təhlik onluq 100-dür. 100B 10A üstə gəlsin C. Deməli 100A üzərinə gəlsin 10B, üzərinə gəlsin C. Vurub açıram. Mənfini 100B-yə vururam. Çıxaq 100B, çıxaq 10A, çıxaq C. Bax, 100A-dan çıxıram 10A-nı nə eləyir? 90A. 10B-dən çıxıram 100B-ni, çıxaq 90B. Bax, bu C-lər də getdi. 90-ı ortaq çıxardanda nə qalır? A çıxaq B. Bunu yazdıq 29-da. Deməli, mənim artıq sürətimdəki ədəd budur da. Bu nəyə bölünür? Bu ədəd 9-a da bölünür, 10-a da bölünür. 2-yə getdi. Deməli, nə? AC. 2-yə getdi AC. D ilə Y-yə baxaq. D ilə Y-yə baxaq 29-da. Yəni 3-cüyə baxaq. Bax, buna açanın təhlik onluq 100-dür. Birbaşa yazıram. 111A üzərinə gəlsin 111B.
Buradan 111-i ortaq çıxardıram, qalır nə? A plus B. Bu ədəd nəyə bölünür? 111-in özünə bölünür də. 3-ə getdi Y. Deməli, burada 100-ə bölünür. Hansı heç birinə getmədi? D variantı. D nə 1-ə getmədi, çünki 100-ə bölünmür. 11 vuraq A minus B getmir. 94-də 100-ə bölünmür. Tam, yəni 100 getmir. Məxrəcdəki 100, buradakı tam bölünmür. Oldu 1-ə B, 2-yə A, C, 3-ə Y. Bu da oldu nə? 29. Baxaq 30-a. Görək 30-da bizə nə deyir? Bir də ki, kim dərslərə qoşulmaq istəyirsə, onlayn dərslərimizə və yaxud canlı dərslərimizə nömrə yazıram. 051 718 98 11 nömrəsinə yazıb dərslər haqqında ətraflı məlumat ala bilərsiniz. Bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qırmızı xətt elə gözəl çəkdim ki, gözləyin dənə. Hə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək dərsimizə indi. 30-da. Deməli deyir ki, AB çıxaq B-ya bərabər 4A çıxaq 3B. Gəlin açaq. Bax, birbaşa bir də köçürmürəm, yazıram. AB təhlik onluq 10A üzərinə gəlsin B. Çıxaq 10B, çıxaq A bərabər 4A çıxaq nəyə? 3B-yə. 10A-dan A çıxıram 9A, B-dən 10B çıxıram, çıxaq 9B bərabər 4A çıxaq 3B-yə. A-ları bir tərəfə yığıram, 9A çıxaq 4A bərabər 5A bərabər 9B-ni o tərəfə keçirdirəm. Mənfidir, müsbət olur. 9B çıxaq 3B bərabərdə 6B. Deməli, buradan mən A-ya 6K, B-yə 5K deyirəm. Onsuz da K-ya da 2 verə bilmərəm, çünki 12 olur. Bayaq dedim, axı orada K, A-nın yerində duran ədəd rəqəm olmalıdır. Ona görə A6, B1 olur hələ. K-ya 1 verirəm. Heç nə. Deyir ki, birincidə 6 üstə gedək 5, 11 ödəmir. 6 çıxaq 5, 2 yeyir. Bəli, 1-ə getdi B. 6 plus 5, 11, 1-ə getdi B-yə. İndi baxaq 2-yə. Təhlik onluq 10A üzərinə gəlsin B, bərabər 4A üzərinə gəlsin 8B-yə. A-ları bir tərəfə yığıram. 6A bərabər nəyə? 7B-yə. A bərabər 7K, B bərabər 6K. K-ya onsuz da 1 verirəm, çünki 2 versəm 14 eləyir. Bu olur 7, bu olur 6. İndi 7 çıxaq 6 fərqi 1. Elə bir şey var, yoxdur. 7 plus 6, 13. 2-yə getdi A. Bax, nağdı? A getdi, B getdi, Y getdi. Qaldı C ilə D. Gözləyin, onu da bu tərəfə sıxışdıraq. Deməli, üçüncüdə. Bax, bunu açıram indi. Bu çıxaqdır. AB çıxaq AB-dir orada. Aha, çıxaqdır. Təhlik, deməli, 100A, 100A. Üstə gələk 10B, üstə gələk 3. Çıxaq 10A, çıxaq 10A. Çıxaq B bərabərdir 228-ə. 100A-dan 10A çıxıram, 90A. 10B-dən B çıxıram, üzərinə gəlsin 9B. Bu 228, 3-də o tərəfə keçirdik. Eləsin nə? 225. İndi bunun da hamısını gəlin nəyə nağaraq? 9-a bölək. 10A üzərinə gəlsin. Deməli, B 225-i də 9-a böləndə deməli 25 edəcək. Bu da nə deməkdir 10-a üzərinə gəlsin B 25? Yəni AB ədədi 25-dir. Bax, yəni AB ədədi 10-a nə deməkdir? Bax, bunu bu formada yaza bilərəm də. Buna çanda təhlik onluq 10-a üstə gələk B bərabər 25. AB ədədi 25-dir, deməli A 2-dir, B 5-dir. Deməli, bunların cəmi 7 eləyir, fərqi 3 eləyir. B çıxaq A fərqi A plus B. 3-ə də getdi nə? C-dir. Bu qədər. Bu da belə getdi. Baxaq indi 31-32-yə. Bunları da izah eləyək, qutardı. Görüm aşağı düşəndə çox gedir. Əslində elə çox getmir. Otuz 32. Otuz birdə deyir ki, AB üstə gələk C, üstə gələk BC bərabər 88-ə. Aha, gəlin yazaq. Təhlik onluq 10A, üstə gələk B, üstə gələk 10C, üstə gələk A, üstə gələk 10B, üstə gələk C bərabərdə 88-ə.
10 aynana 11A üstəgələk 11B üstəgələk 11B deyib 1B yazıram. 11C bərabər 88-ə. 11-i ortaq çıxardaq. A üstəgələk B üstəgələk C bərabər 88-ə. Vuruq hasil A plus B plus C nə olur? 88-i bölürəm 11 eləyir nə? 8. Okey, bunu yazdıq. ABC 8 tapdıq. Deyir ki, bax diqqətli olmaq lazımdır. ABC bir-birindən fərqlidir. Bax, bu mənim bir nüansım. İkinci nüansım. Bax, A da, C də, B də görürsüz. Hamısından deməli ədəd başlayır. Yəni nə A0 ola bilməz, nə B0 ola bilməz, nə C0 ola bilməz. Çünki 0-la ədəd başlamır ona görə. İndi ABC-nin ən böyük qiymətini tapaq, bir dəfə də ən kiçik qiymətini tapaq. ABC-nin nəyini tapaq? ƏB-qısını, bir dəfə də nəyini tapırıq? ABC-nin ƏK-qısını. Deməli, ədəd ən böyük olmaq üçün ən böyüklə başlamalıdır. Məsələn, mən bura 8 0 verə bilmərəm, çünki bayaq dedim ki, 0 olmaz. 7 1 0 da olmaz, 6 1 1 də olmaz da, çünki eyni olur. Mən buna 5 2 1 verərəm. Yəni ən böyük 521 verərəm. Elə ən kiçik də 1 2 5 verərəm. Bunun tərsi 125 verərəm. Bizdən bunların nəyini istəyir? Cəmini istəyir. 521 ilə toplayıram 125-i. 646. Bu da belə. İndi gəlin baxaq 32-yə. 32 də bunun eynisidir. Ayda, bu ara getdi. Bir dənə üzrü sayın, yenə əlimdəydi, getdi. Hə, baxaq 32-yə. Deyir AC üstəgələk BB üstəgələk CA bərabərdir 77-yə. ABC bir-birindən fərqlidir. ABC ədədinin deməli ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin cəmini tap. Yenə bayaqki kimi açaq bunu. 10A üstəgələk C üstəgələk 10B üstəgələk B üstəgələk 10C üstəgələk A bərabər 77. 10A 11A üstəgələk 11B üstəgələk 11C bərabər 77-yə. Hamısını 11-ə bölək. A plus B plus C nə olur? 7 olur. Bayaq 8 idi, indi 7 oldu. Və bayaqki qaydaları yenə qeyd eləyək. Qaydalar deyəndə yəni nüanslar qeyd edək. Rəqəmlə 0 başlamır, heç biri 0 olmur. İndi buramız üçün mən 6, 1, 0 verə bilmərəm, 5, 1, 1 də verə bilmərəm. Ən böyük 4, 2, 1 verərəm. Ən kiçik də bunun tərsi 124 verərəm. Bunların da cəmini istəyir heç nə. Yazdıq, getdi. 541. Bu qədər. Birinci başlıq sonlandı. İnanıram ki, izah elədiklərimin hər birini başa düşdünüz. Dərslərə də kim qoşulmaq istəsə, nömrəni bir də bura qeyd edirəm. 051 718 98 11 nömrəsi ilə deməli əlaqə saxlaya bilər. Bir də ki, Instagram, TikTok səhifələrimizdə izləsəz yaxşı olar. Instagram, TikTok. Deməli, Instagramda adımız riyaziyyat .hazırlıq. Maşallah, adı o qədər uzundur ki. Addan xat Gəncədir, hələ ki Gəncədir. İndi bir ildən sonra dəyişəcək. TikTokda isə Nurgün Matematiks yazsaz onsuz da çıxacaq. Belə, indi inşallah digər bölmələrin də vaxt elədikcə izahlarını çəkəcəm. Əgər nəsə fikirləriniz varsa, yorumlarda hər birini qeyd eləyə bilərsiniz. Sağ olun, gecəniz xeyrə.